Azərbaycan xalqı, Allah bütün şəhid qardaşlarımın məkanını cənnət ruhunu şad eləsin. Mən bugün Beyləqan rayonunda qəhrəman şəhidim Həmidli Həmid qardaşımın anası ilə Elgiz qardaşımın anasının yanındayıq. Elgiz qardaşımız bu günlərin 5-ci il dönümüdür. Allah atamıza səbir versin, Allah atamıza dözüm versin. Elgiz qardaşımız 44 günlük vətən müharibəsində könüllü döyüşlərə qoşuldu və qəhrəmancasına döyüşərək şəhid oldu. Bu günlərim anamızın balasının 5-ci il dönümüdür. Allah ana balamızın məkanını cənnət ruhunu şad eləsin. Həmidli Həmid də ki, özü 44 günlük vətən müharibəsində qəhrəmancasına döyüşdü, qazi oldu və o xidmətini davam elədi. Axırıncı antiterror döyüşündə qəhrəmancasına döyüşərək şəhid oldu. Allah Kölün anamıza da səbir versin, dözüm versin. Çünki mən burada niyə qeyd elədim? Kölün anamız öz balası ilə bərabər bütün Azərbaycan şəhidlərini yaşadan anadır. Allah ana balamın məkanını cənnət eləsin. Allah sizə səbir versin. Qəhrəman anam, Allah bu qəhrəman balamın ruhunu şad eləsin. Ata, Allahdan sənə səbir diləyirəm, güc-qüvvət diləyirəm. Sənin balan vətən uğrunda şəhid olub, torpaq uğrunda şəhid olub. Bugün bizim üç rəhli bayrağımız dalğalanırsa, biz o Qarabağa gedir, orada gəzə biliriksə, sənin və ana, sənin balavın hesabına gəzirik. Allah balalarımızın məkanını cənnət ruhunu şad eləsin. Azərbaycan xalqı, şəhidlərimizi unutmayaq.